Əgər sən Quranın izahını bağlamısansa, insanların fəhminə, insanların anlayışına, o zaman ixtilaf zamanı dönüş yeri haradır? Yəni, məsələn, tutaq ki, bir məsələdə ixtilaf olur. Dönüş yeri haradır? Çünki alimlər deyir ki, Allah Teala insanların ağıllarını surətləri kimi yaradıb. Yəni, hamı da müxtəlifdir. Oxşar var, amma yəni, həməni yoxdur. Yəni, birə-bir oxşayanı yoxdur. Allah Teala bu ağılları cəm eləyib kitabda, Quran-ı Kərimdə. Yəni, deyib ki, kim istəyirsə düzü, səhvi bilməyə bu kitaba dönsün. Birdən ixtilafı olsa, dönsün Rasuluna. Yəni, o izah eləsin. Düz başa düşmüsən bunu, sən başa düşmüsən bunu. Aydındır. Allah Teala buyurur ki, فَاِنْ تَنَازَعْتُمْ فِي شَيْءٍ Əgər bir şeydə ixtilaf eləsəniz, yəni bir şeydə aranızda mübahisə düşsə, فَرُدُّوهُ إِلَى اللّٰهِ Onu Allah'a qaytarın. فَرُدُّوهُ إِلَى اللّٰهِ وَالرَّسُولِ Və onu Rasula qaytarın. Allah'a qaytarın, yəni kitabına. Bəs Rasula qaytarın, deyir yenə kitabına. Yəni Allah deyir ki, bir şeydə ixtilaf etsəniz, onu Allah'a qaytarın, Allah'a qaytarın. Və dedi ki, ərəb dilinin alimlərinin icması ilə qeyri-ixtilafsız. Vavul müğayəradır. Yəni, özündən qabaq zikr olunmuş şeyin qeyrisi. Yəni, Allah və Rasulü. Rasul Allah deyil. Allaha və Rasuluna qaytarın. Allaha qaytardıq kitabında. Bəs Rasuluna. Çünki əgər vav gəldisə bir şeydən sonra, deməli, o ona aid deyil. O ayrı şeydir, bu ayrı şeydir. Allaha tabi olun və Rasuluna. Əgər bir şeydə ixtilaf eləsəniz, əgər bir ayədə ixtilaf eləsələr olar, o ixtilafı necə çözürlər? Quran-ı Kərimlə. Aydındır, mütləq və mütləq Allah Resulü sallallahu aleyhi və səlləmin səhih sünnəsinə dönmək lazımdır ki, məsələni çözəsən. Əks halda alınmayacaq.